Hə, indi sürprizi deyim Rasim. Rasim, biz elə bil bu gün nənənin ad gününə gedəcəyik, düzdür? Sabah yatacağıq, duracağıq, sonra biz hara gedəcəyik? Naxçıvana! Atan yanına gedəcəyik, minəcəyik təyyarəyə gedəcəyik yerə. Sevindin? Çox sevindin? Dur, yine kurban olurum hemen. Ya sevindin? Ha, bu işte gelir atasının yanına, sen de. Minəcik yine uçağa, çak beş. Oh, gel buraya gör, bu senin kurban olurum. Oh. Baldılar da bal. Nesini almışam? Hı? Bilet almışam, bilet almışam. Getirin. Oraya uçaka. O gün gəldik, biz yollanırıq, hara, Naxçıvana. Gəlmişik, artıq havalimanında gözləyirik, birazdan uçuşumuz var, 19 saatdə. Belə, ikimizi falan göndərmişik, ay Rasim, gəl olur. İşte gözləyirik, vaxtımızı gəlsin, satsın, uçaq, gedək atımızın yanına. Belə, tez gəlmişik, biraz qasa-qasına ilə gəldik, tez gəldik. Va, ata orada de. De orada. De. De ata. De. Vay canım. Gel. Sağ ol İlhan, sen de güzel canım benim. Hoş gördün, ne hoş geldin. Ben de araya salım çəkirəm. Yapışmışam əlimdən deyirəm, hanı sən istəyir. Soyuqdur ha bura. Elnarə soyuqdur bura. Yox, üşümürəm, yəni soyuqdur. Bura... Hə, qışın girdi. Yaxşı döşənliklidir. Ama bunun tatlama var. Yaşlı. Ay götür. Ben masanın içinde ne var? Bana. Bana. Ha, ayca. Bundan. Aldıqlarımın qızlar demək olar ki 90% təmizlik məhsullarıdır. Qap şampun almışam, Asperox almışam. Mavi 3, yox, mavi gücü Asperox aldım. Bunu ultra güc nəsə belə Adel belə bir şey aldım. Şampun aldım. Boğlanı bankrot eləmişəm gələn kimi. Belə tualet salfeti, mətbəx salfeti, duru duş geli götürdüm. Xlor götürdüm qızlar. Bu nədir balaca? Hə, əl üçün, yumaq üçün maye, sabun götürdüm. Görək. Demək gələndə stol silməyə bez gətirmişəm qızlar. Şüşə silməyə bez gətirmişəm. Çay dəsmalı yadımdan çıxıb evdən gələndə. Bulyon götürmüşəm, belə şeylər. İndi bir dənə tez bazar istəyirəm supa hazırlayım. Özümə dərman aldım. Üzüma geli götürməmişdim. Üzüma geli götürdüm. Qoy bunları da bura qoyum. Pesok, soğan, kartof qalan belə şeylərdir. Bir dənə gözəl qoxu gəlir qızlar buradan. Qəşəng tülü gəldim, sərdim belə. Biraz bir şey var ki, hə Rasim. Hay bala. Ana. De, hə, yandırdım işığım belə. Buranın bu hissəsi belə hazır. Demək olar ki, buraların hamısının tozu alındı, buranın tozu alındı, heykəllərin tozu alındı. Bir də bu tərəflərə keçəcəm. Yeməyim hazır, əsas odur. Gəlib indi buraları da silim, süpürüm, stolun üstün. Buranın da süfrəsi artıq demək olar ki, quruyub. Gətirim onu da sərim yerinə. Buraları da keçib hər tərəfin tozunu alacağım. Belə qızlar,
Qoy aralayım buranı. Yoldaşım burada iş yoldaşıyla qalır. Elə özü yerlisidir. Oğlan da, onlar da masaldandılar. İkisi də burada işləyir. O da ailəsini gətirməyib. Onda 2 dənə uşağı var. Ailəsi onda Bakıdadır. Hətta bir dənə də oğlan vardı. Onunla da bir yerdə qalır. Sonra ayrıldılar. Yəni bunlar ikisi bir yerdədirlər. Mən kimi qızlar hərdən tülünü sökdüm. Buranın tozunu aldım. Səhər-səhər bu yanların tozunu almışdım. Buranın tozunu aldım. İndi keçəcəm o servantın da tozunu alım. Belə yaxşı bunu evdən gətirmişəm. Bunlar çox yaxşıdır. İndi buraları göstərim sizə. Demək buraları da siləcəm, eləyəcəm. Tualeti köpükləndirmişəm. Bütün domestos adı nədir? Asperox vurmuşam. Bu belə tülü atmışam yumağa. Aldıqlarımı da indi yerləşdirəcəm. Axır vaxtlar bunu kəşf eləmişəm. Əsmər mənə məsləhət gördü bu bingonu. Pis deyil, iyi qəşəngdir. Belə də birində bir yaxın izləyicim var. O xanım məsləhət görüb. Yadımdan çıxıb ki, Lenor idi, yoxsa Vernel idi. Yadıma salım, ondan alacağım. Tərmi telefonla danışa-danışa görürəm qızlar. Bu hissəni tamam tökdüm. Bütün stəkanları yudum, xlorladım. Belə altına salfet sərdim. Çünki başqa iş də yoxdur deyənə o işlə məşğulam. Yenə bax burada qablar nə qədər yumuşam, hamısını yuyub, quruluyub, yerləşdirəm yerinə. Yəni tam hız. Bunu da qızlar, demək bir dənə Madonna burada çaşka vardı belə. Bu çaşkanın içində dəmlədim Vamodda. Qəşəng özümə bir çay qaşığı da belə bir fincanda kofe keyfi dedim qoy eləyim. Hə, kofemi içə-içə işlərimi görürəm. Vlogu editləyərkən düşündüm ki, əslində gündəlik Instagramda baş verənləri sizlərlə bölüşürəm, amma YouTube'da belə bir şansım olmur. Sadəcə çəkiliş eləyirəm, bəzi şeyləri qaçırdırsınız. Düşündüm ki, burada sonraki kadrlarda da və burada da hal-hazırda baş verənləri sizinlə bölüşüm. Naxçıvana gəldiyim ilk gecə bərk mədə ağrısı oldu, üst-üzə sağlıq, çox pis ağrı çəkdim. Səhərə kimi ağır kəsici vurdum filan, heç keçmədi və yediklərimi boşaltmaq məcburiyyətinə qaldım. Hər kəsdən üzr istəyirəm. Düşündüm ki, bu sadəcə təyyarə səfəri ilə bağlı bir şeydir. Səhərsi yenə eyni qaydada nə yesəm, eyni cür əziyyət çəkdim. Hətta qonaq getdik, qızlar, o vloqda daha doğrusu o hissələrdə sizlə bölüşəcəm. Amma nə yazıq ki, türklər demiş, orada da nə doğru düzgün yemək yeyə bildim. Mədəmin ağrısı məni həqiqətən çox narahat elədi və həkimə getdim burada olarkən, Naxçıvanda olarkən və həkimdə ödümdə daş olduğunu öyrəndim. Hal-hazırda Naxçıvandayıq və hələ ayın 20-sindən sonra qayıtmağı düşünürük və buradakı həkimlər mədəmdən, daha doğrusu ödümdən əməliyyat olunmaq lazım olduğunu deyir. Biz isə uzi nəticələrimizi, qan analiz nəticələrimizi götürüb inşallah ki, Bakıya yollanacağıq. Ondan sonra artıq oradakı həkimlər nə qərar versə, ondan irəliləyəcəyik. Hal-hazırda pəhriz saxlayıram, özümü gözləyirəm, amma vəziyyətim heç yaxşı deyil burada. Ha, ışığı yanır başına. Qızlar, yenə qarışım gəldi. Naxçıvanın ən sevdiyim yerim. Ana bax. Qızlar, bəzi adamlara, bilmirəm, keçən səfərki o başımıza gələnlərdən sonra belə bir fikir formalaşıb. Mən Naxçıvanı bəyənməmişəm falan. Bir də səhər-səhər dedim ki, bir xanım yazıb mənə ki, niyə Naxçıvan üçün ürəyə gedənlər var? Biz həsrətini çəkirik Naxçıvanın. Yəni siz niyə elə deyirsiniz ki, mən deyirdim ki, yəni elə düşünürdüm ki, axırın səfər gedəndə day bir də Naxçıvana gəlməyəcəm. Yəni yoldaşım gələcək, amma yəni nə umurduq, nə umduq. Belə bir şey deyirəm. Qızlar, yataq otağını belə göstərim sizə. Biraz qaranlıqdır. Hə, qaranlıqdır. Buranın işıqları yoxdur. Amma alacağım bura işıq. Adamın ürəyə sıxılır. Bir də çox otaqlarda belə bir şey var, baxın. Elə çox xoşuma gəlir. Elə vurursan, keçmişdə kimi. Belə. Nəysə, buranın başlığının tozunu aldım, buraların tozunu almışam. Evi də, buranı da süpürdüm adi süpürgə ilə. İndi belə bir pol ağacı tapdım. Bir dənə əl üz dəsmalı elədim. Buranı bir neçə dəfə belə silib, sonra mopla siləcəm. Məncə belə daha rahat olar, daha təmiz olar deyə düşünürəm. Nəysə, telefonu qoyuram qızlar bir kənara. Başlayıram bunları qəşəng-qəşəng təmizləməyə. Çünki diblərdə bir tozlar var. Bilməm nə dərəcədə görsənir, amma dəhşət tozdur. Bu arada atapenyaları veriblər. Dövlət atapenyasıdır burada.
Hə, baxın. Hə, elə qəşəng. Buraların tozunu alaq. Dib köşə təmizləyək. İnansız izləyicim deyir, Mehriban xanım xəstələndiniz, xəstələnməsəydiniz çoxdan qurtarmışdınız. Həqiqətən də doğru deyil. Xəstələnməsəydim çoxdan bitirmişdim işlərimi. Belə, eybi yox. Canımız əsas sağlam olsun, eləyirik də. Dostlar, yer baxın, silmişəm. Parıldayır, qəşəng, quruyacaq yavaş-yavaş. Heç bir izdə, bir-iki dəfə qurutdum, iz qalmadı. Axırıncı səfər yenə buraların da tozunu aldım. Yenə təzədən sildim, çıxdım. Bura hazır. O şimdi belə, bu otaq hazır. Qızlar, divan, taxt düzü daha doğrusu yoxdur. Pərdəsini də sərdim. Lüstrlara risk eləmədim. Dedim, qoy yoldaşım gəlsin, onunla bahəm çıxardıb, onları yuyub qoyaram. Gələndə asarıq. Belə, o şimdi yəni bu otaq hazır. İndi keçim uşaqların yatdığı otağa. Sonra koridor, digər otaqların da hamısını siləcəm yavaş-yavaş. Qapını da silmişəm qızlar. Hər tərəfi sildim. O şimdi bu otaq hazırdır, tamam. Deyirəm, buranı mən o əl süpürgəsindən necə süpürdüm, day bir Allah bilir. Hər tərəfi süpürdüm. İndi bunları çəkib süpürmüşəm. Bu yana çəkib süpürdüm. Xalçanın üstündə zülüm çəkdim. İndi gətirib adi bir dəsmalla, şvabra ilə silirəm. Sonra mopdan üstündən keçirəm. Gəlib onu da bir dənə eləyim. Buranın pərdəsini yumuşdum dünən. Pəncərələrini silmişəm. Məsələn, burada bir dənə yeri silmək qalıb. Qəşəng dib köşəsi siləcəm bir 3-4 dəfə. Atalar da gəlib, uşaqlar atalarla oynayırlar. İşə gedəcək təzədən. Biraz qonaqlığımız gecikir. Yəqin axşamüstü gedərik artıq. Heç nə, gəlin bu işləri görün. Gedirik yoldaşımın dostu ilə qonaqlığa. Hazırlıq görürdük. Gəldik buradan bir belə çərəzlik aldıq bir şeylər. Megastordayıq bu arada. İndi torta baxırıq. Oradan şunlar. Nasıl lazımdır ha? Gəllər, gəldim. Ben de yemədim zaten. Gel. Ne oldu? Dur. Bunlardan hansı götürüyorum? Gel. Nasıl bas gəlin. Gəlin. Keçin. Ayağımı da ötürəm. Atam. Getirin. Ferda şirniyyat evinə qızlar. Buradan indi şirniyyat seçəcəyik. Görək nə seçək. Hə, Rasim. Hansınla? O çox yaxşı görünür. Mən ballı sadə tort istəyirəm. İstəyirəm onda. Hadi. Yaxşı da sən seç. Baba kremli tort istəyirəm. Hə, yaxşı da Dəxlə baba bildiyin tort seç. Napolyon istəmirsən. Nə, yox. Ona bir şey sən seç bu səfər. Sağ ol, qırmızı jeleyli olmasın. Tiramisu tortu. Hə. Sırf kremli istəyirəm. Bu balçıqaldı nədir? Bax da həyatım. Hansını rəngsiz götürək. Küçük buncuk kremi. Alaca da o. Biz balacadır. Bak. Bak. Tiramisu götürək. Yox, bunu görsütürsün. Bir kremli tort oradadır. Salam, necəsiz? Salam, taksidədir. Gəl. Allah da biz ölürük. Görürsüz də işdən təzdən çağırdılar geri. Tez gələcəkdik göyə. Salam, necəsən balam? Gördün də iyi boş çiləcəkdilən mən. Selam, ne burada? Gördün, nə pisiydi?
Mən gəldim yenə qazan başına qızlar. Kabablar, çəkiblər. Gecikdik ki, bir yerdə çəkəcəydik. Ay, yandım mı? Bu istiymiş. Enara, bu istiymiş. Yandım. Bəh, 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 bəh. Əl-əlvə sağlıq. Qəşəng qoxular gəlir mətbəxdən. Qara dolma. Burada da Naxçıvan bu sosu deyirlər də, səhv eləmirəmsə. Buranın məşhur yeməyidir. Qızlar, mən nəsə amma bu xəstəliyimdən sonra mədəm nəsə nasazdır da. Belə vay. Bütün Naxçıvan mətbəxini döktürmüsən, hə, Elnarə? Bu nədir indi? Hə, salat həmişə eləyirdi, nə şeydə o bata-bata da eləmişdin. Hə, sən nə deyirsən? Buyur mən eləyim. Elmar deyir, Göyçayın narı. Deyirəm, Göyçayın narı burada deyil də, Moskvadadır. Xarisin oralara göndərirlər. Deyim mi? Pırnıq. Bunu çox adam bəyənir, pırnığı. Pırnıq. Biz tərəfdə pırnıq deyirlər. Siz nə deyirsiniz? Xurma? Pırnıq. Pırnıq bizdə xirnik deyirik. Xirnik? Pırnıq, xirnik, hərə bir şey deyil. Kəsmək, buradan oyna, hara gəzəcəksən? Tamam, gəz. Olsun da bir ka var ha. Əl-araqın qoşmalı birkası. O olmasın, o müdafiə naziri olsun, amma balaca olsun. Bu gəzməyə evə gəlib, deyir gəzməyə gedək. Hara deyirsən? Ha, emin olsun. Özüm bilə mən böyük çaşqa qoymuşsan ki, mən doyum, hə? Doymuyorsun da. Ben şey diyeceğim, bu ayak su boyları üstüne 5 yıl kapalı arasmalar. Onun araz düzeltebilir mi bunlar? Ondan düzelteceğim. Qaynama vaxtı almışdı, qırıldı qaldı əlimdə. Həyətdə şey aşı padvala qoymuşam, 13 dənəsini düzelteceğim. Görsən, qaynanalar düzəltdiklər şey hərdə olur. Bax, tez qırır. Ben qaynam mən baxım. Bu qaynanası bunu çox istəyir. Abbas, bura gəl bir dənə İboş söz da deyim. qaynanasını Gəl, hətta düzəldim. çox istəyir. Aha, mən mamam çeyilir. Mamam bunu çox istəyir həqiqətən. Ne, bunu istəyirsən sən? Yazıq uşaq belə, yazıq uşaq belə. Bütün günü Elmara elə deyir. Uşaq yazıq, uşaq yazıq. Mənə heç yazıq gəlmir ha. Ana o. Burada. Böyle videosunu çekmişim. Arkadaşlar, bundan yiyeceğim. Bundan verin tut. Tut diye bak ha. Bana bak. Kokusuna bak ha. Bir başına bak. Duyurma bakalım çok Yo, bu mən ilə, mən deyirəm sən ilə. Qonaqlığımız bitdi, qızlar. Gedirik evə. Çox qəşəng, çox gözəl bir ailədir. Biz ümumiyyətlə xatirlərini çox istəyirik. Həqiqətən də burada yoldaşıma çox dəstək olublar. Allah canlarını sağ eləsin hər birini. Abbasa bax hələ. Oynamağa getmək. İndən belə gəzməyə getmək istəyirlər. Gəlmişik qızlar evə. Əli boş gəlməmişik. Yenə dəqiqə. Qəşəng qaysı mürəbbəsi qoyub bizə. Sağ olsun. Elnarə. Salat qoyub, ay Allah. Yeməklərdən yığıb. Mən qızlar inanın, yəni az yesəm belə, yəni bura Naxçıvana gələndən özümü yaxşı hiss eləmirəm də, üst-üstə sağlıq. Məsələn, bu xəstələndim, elədim üst-üstə. Falan mədəm nəsə yaxşı deyil, mütləq gedən. O, turşu da qoyub bizim üçün sağ olsun. Qoyun bunları soyuducuya. Çıxmışıq çölə qızlar. Görün bura nə gözəldir. Bura Heydər Əliyev adına məktəbdir. Azan vaxtı özdə Allah hamının arzularını qəbul eləsin inşallah. Ya Rəbbim, ya Rasulallah. Nə gözəl yer. Çox qəşəngdir. Çağım qızlar, qonaqlıqdan sonra mədə ağrısı yenə mənim tutdu. Bilməm ödümdür, nəyimdir. Axırı
Biraz ağır keçirdirəm bura gələndən nəsə. İnşallah yaxşı olar. Biraz evləm buralarımda qızarıb, qaşıntı falan var. Bilmirəm nədir. Nə düşünürəm, nə başım çıxmır. Yaxşı olar inşallah. Faiz burada necə gözəl görsənir qızlar. Hə. Hə, düzdür. Burada qızlar, çox vaxt qızlar deyir ki, Naxçıvan necə boşdur küçələri falan. Bu isə bazar tərəfdir. Ona görə burada çox adam var. Gəlin. Dönək buradan. Hə, Cahan Ticarət Mərkəzi. Belə. Bura içərisidir. Bunlar şımalı. Ho. Mələ bu sana 30-cu manat almışam. Bu bazar qaynayır qızlar. Cahan bazarıdır. Bura 57, 57 bazarı. Elə deyirlər. Ah, Naxçıvanla dillə deyirəm. Ay, en sevdiğim yer. Bazar. Bunlar da onlara onu oxuyur. Bazarın içidir. Geyim tərəf. Demək mən yaxşı adamlarım. Müraciət istəyir bir müəssisədə 4 səslisi var. Buyurun, buyurun. Buradan kızlar təzə çeyrək tapdıq. Çeyrək aldım. Bunlara bax. Daha təsəvvür həqiqətən çərəz falan doldu da. Hər şey burdadır da yəni. Yerdir. Əsl. Bunlar İran mağazaları kimi. Ha, görürəm elə. Bu görək şey var, gözlə. Gedin. Ali ver mənə balam. Nə istəyirsən? Konfet yaxşı. Buyurun, görək göbəli. Hə? Buyurun. Nələr var? Buyurun, görək. Biz tərəflərdə bazarlar belə dolu deyil. Maşallah burada qışın. Bir de siz de Ne oldu? Sənə 4 manat. Yerlərsən. Ne kadar?
Hara? Şaşırtın var limonlu. Hanım. Verim, el vurma, el vurma, el vurma. Limonlu bir bakın. Limonlu da mısın? Yox, hamısından var. Özüm bilirəm. Bak şey değil, köhnə. Hazır. Sağ ol. Buyur. Burada qızlar əyləncə adasıdır. Parkdır. Qəşəng. Düşdük ora. Buranın bir növ bu hissəsi mənə Sumqayıt xatırladır. Hə. Orada. Hava qəşəngdir ama süperdir. Orada uçuyor da. Nasıl? Nasipçe yumrukmuş. Biraz da. Evet. Güldü sana vur. Elden basmasınca. Yavuz. Oh, lanım vursun. Neyle vursan vur. Ay şu olmadı mı? Ata sen de gel burada. Al Aras. Ana. Aç da. Aç. Bu aç. Çocuk. Kızlar burada güllərə baxın. Ay Allah, elə gözəl güllər var. Hər tərəf gül çiçəyidir. Elə qəşəng qızıl güllər var. Hansı ki heç görməmişəm bu cür qızıl güllər hardasa. Çox qəşəngdir. Biz tərəfdə olsaydı indi bunu köhlü budaqlab almışdım ucu. Şeydir. Yavaş. Hava da süperdir. Gördün mü? Baxın qızlar. Gördün çekil. Mavi yedim. Bakın. Birini mənə veriblər uşaq. Gelin. Gelmiyor ya. Gelmeyin. Hala yok. Geç sen de gel bırak.
gəlmiş. Nə sual gəlmiş. Əslində bəlkə də deyəcəksiniz nə oldu elə gəldiniz, qayıtdınız qızlar. Sağlıq problemlərimə görə artıq qayıtmaq məcburiyyətindəyik və mən artıq yarımçıq da olsa çantamı yığdım. Demək olar ki, buradan çox şey gətirə bilmədim bu dəfə. Nə deyəcəydim? Mətbəxi filan səliqəyə salmışam. Bir-iki işlərim qalıb son. Onları da həll edəcəm. Buranı təmizlədim peçkamda. Bunu almışdım bu dəfə, bundan təmizlədim belə. Çıxmamış yatdığımız, özüm gətirmişdim düzdür bu dəfə. O biri plastinaları keçən səfər gətirmişdim. Bunu. Bunları bir dəstə əlavə bu dəfə gətirmişəm. Yoldaşıma lazım olur deyənə inşallah Allah nəsib eləsin. Özümə belə olanda başqalarını tikdirirəm. Belə. Heç nə qızlar, bugün əgər gedəcəyik, əslində bilet almamışıq. Əgər alınsa, bugün gedəcəyik birazdan hava limanına. Əgər reys olsa, yer olsa, reysdə inşallah ki, gedəcəyik evə. Qayıdacağıq ki, mən payız tətilimiz bitmədən artıq inşallah ki, bu məsələləri həll edeyim də, bu sağlıq məsələlərimi. Gedim bir də orada yoxlanım, görüm nə deyəcək həkim, nə edəcək, bax belə. Heç nə, gedim yavaş-yavaş qızlar hazırlaşım. Çox istərdim ki, buradan dolu-dolu gəzmək filan, çox qəşəng şeylər düşünmüşdüm ki, bölüşəcəm, alınmadı, sağlıq olsun əsas odur. Allah daha gözəl vloqlar paylaşmağı nəsib eləsin mənə, sizlərlə bir yerdə, bilirəm sevərək izləyirsiniz. Hərdən qızlar, nə yalan deyim, mənfi rəylər də gəlir, əsasən də qaynanamgillə bağlı videolarda. Məsələn, bir də göstər qaynanamla olan videoda mənim üçün yazmışlar. Qızlar, mənim boyum 1.75-dir. İnsanların mənim görünüşünə şükür Allaha, birindən aşağı, birindən yuxarı, qəşəngliyim, nə bilim, çirkinliyim, kiminə görə gözəl, kiminə görə çirkinəm. Əsas qəlblərimiz çirkin olmasın. Bir də nə bilim, o qədər süni bir həyatda yaşayırıq ki, ətrafda o qədər hər şeyi anormal göstərməyə çalışan insanlar var ki, normalmış kimi və yaxud da idealmış kimi göstərən insanlar var ki, mənim kimi hər şey necə gəldi göstərən insanlar, ona görə bəzi normal, anormal adamlar tərəfindən normal qarşılanmaya bilər. Ona görə də o rəylərə heç çox takılmıram, heç fikir vermirəm, heç silmirəm, elə necə var, elə də qalsın. Nə bilim, hər kəs öz ürəyinin çörəyini yesin inşallah. Hər kəsin ürəyi kimi yol izləsin, ürəyi kimi yol çıxsın qabağdan. Mən çox arzulayıram belə bir şeyi və çox rahatlıqla özüm üçün amin də deyirəm. Əsas niyyətimi bilirəm. Bu həyatda heç nə ideal deyil, heç nə göründüyü kimi gözəl deyil, qüsursuz deyil. Amma bəzi şeyləri həyatda görməzdən gəlirik, bəzi şeyləri gözümüzü yumaraq gözəl günlər yaşamağın da mümkün olduğunu görürük. Onsuz da pis şeylər, pis hadisələr yaşamaq çox rahatdır, çox asandır. Əsas yaxşı hadisələr yaşamaq çətindir. Bunun üçün də bəlli bir içimizdə qurbanlar veririk, bəlli bir sağlıq problemi olsun, istəyir nə, bəzi şeylərə göz yummalısan ki, bəzi şeyləri görməzdən gəlməlisən ki, o gözəl kadrlar olsun. Dediyim kimi, pis bir şeylər eləmək o qədər rahatdır, o qədər asandır. 5 dəqiqənin içində eləyirsən, olursan hamı ilə düşmən, amma ən əsası münasibətləri qoruyub saxlamağa çalışmaqdır. O da ana, bala, ata, qız, bacı, qardaş, qaynana, qaynata fərqi yoxdur. Hər kəsin arasında problemlər olur. Əsas münasibətləri qoruyub saxlamaqdır, dediyim kimi. Bu çox çətin bir şeydir. Onu da hər adam bacarmır. Əgər mən bugünkü gündə onu bacara bilirəmsə, nə xoş mənim halıma. Belə.